Gəlin, biosferdən nanoplastiklər hesabatını araşdıraq. Hüceyrələrimizlə iqlim fəlakətlərini əlaqələndirən görünməz və dəhşətli bir təhlükə var. Nanoplastiklər. 2036. Bu rəqəmi unutmayın. Alimlərin fikrincə bu il yerin biosferi üçün geri dönüşü olmayan fəlakət nöqtəsidir. Fikir verin, qlobal iqlim fəlakətləri necə də inanılmaz və qeyri-təbii bir sürətlə, sanki eksponensial şəkildə artır. Dəhşətdir. Ən qorxulusu odur ki, günahkar sadəcə mikroskopikdir. Nanoplastiklər okeanlarımızda sözün əsl mənasında nəhəng bir istilik tıxacı yaradır. Bu yüklü kiçik zərrəciklər suyun hidrogen bağlarını parçalayır, istiliyi həbs edir və faktiki olaraq okeanları qaynadır. Yaxşı, əgər bu zəhər okeanı belə məhv edirsə, bəs bizim öz bədənimizdə, daxilimizdə nələr baş verir? Budur ən dəhşətli hissə, bu toksik zərrəciklər ən güclü sədlərimizi, yəni qan, beyin və plasenta baryerini asanlıqla keçir. Təhlükə artıq qanımızdadır. Nanoplastiklər hüceyrələrə sızır və sözün əsl mənasında enerji mərkəzimiz olan mitoxondriləri parçalayıb məhv edir. Onların elektrostatik yükü dəhşətli oksidləşdirici stres yaradır. Nəticədə isə DNT-miz zədələnir və hüceyrələrimiz məhv olur. Faciədir. Embrionlara edilən bu hücum üzündən qastroşizis kimi ağır anadan gəlmə qüsurlar cəmi bir neçə 10 illikdə 161% artıb. İndi isə buna qulaq asın. 2050-ci ilə qədər okeanlarımızda balıqdan daha çox plastik tullantı olacaq. Təsəvvür edirsiniz? Artıq gecdir, fəlakət buradadır. Düz 386 növ dəniz balığı bu zəhəri udur və bütün qidalanma zəncirini məhv edir. Sağ qalmaq istəyiriksə, dərhal oyanmalıyıq. Biz mütləq bunu planetin bir nömrəli qlobal probleminə və müzakirə mövzusuna çevirməliyik. Nəhayət özümüzə bu sualı verək. Biz özümüz tamamilə plastika çevrilmədən əvvəl hərəkətə keçəcəyikmi? Ümid edirəm ki, bəli.